Qurban bayramı nə vaxtdır? 27 may 2026. Qurbanı kimlər kəsə bilər? Müsəlman olan, ağlı dəngəsi yerində olan və yetkinlik yaşına çatan hər kəs qurban kəsə bilər. Ümumiyyətlə bu qurban sözünün mənası nədir? Qurban Niyə yaxınlıq deməkdir. Yaxınlaşmaq, Allaha yaxın edən əməl mənasına gəlir. Qurban hansı heyvanlardan edilir? Qurban iki cür heyvanlardan edilir. Böyük baş, kiçik baş. Hansılardır? Böyük baş hansıdır? Böyük baş heyvanlar öküz, inək, dəvə. Kiçik baş? Kiçik başlar isə qoç, qoyun, keçi. Qurbanlıq heyvanlar hansı yaşdan etibarən kəsilə bilər? Böyük baş heyvanlar 2 yaşında olması lazımdır. Kiçik baş heyvanlar 1 yaşında olması lazımdır. Mən bir quzum var. 6 aylıqdır. Amma 2 yaşlı qoyundan daha böyük görünür. Kəsə bilərəm? Kəsə bilərsən, bəli. Məsələn, 1 yaşına qədər heyvanlar olur ki, cüstəlidir, böyükdür, kilosu çoxdur. 1 yaşındakı heyvan kimidir, o da qurban edilir, bəli. Xoruz, hündüşqa qurban kəsilə bilər? Xeyr, olmaz. Böyük baş heyvana neçə nəfər ortaq ola bilər? 7 nəfər ortaq ola bilər. Yəni 7 nəfər bir araya gəlib bir dənə öküzü və ya inəyi, dəvəni kəsə bilər. Tək də kəsə bilərəm? Bəli, bəli, olar. Bəs qoçu, məsələn 3 nəfər pul qoyub bir yerə, bir qoç kəsə bilərik üçümüzün adından. Yox, üçünüzün adından olmaz, bir nəfərin adından olacaq. Yəni bir nəfərin adına kəsiləcək. Kiçik baş heyvanlar 1 nəfər, böyük baş heyvanlar maksimum 7 nəfər. Bəli. Yaxşı, borc alıb qurban kəsmək olar? Yəni belə bir məcburiyyət yoxdur da. Allah səni məcbur eləmir. Yaxşı. Get borc al, qurban kəs. Yox, Yəni belə bir məcburiyyət yoxdur. Bilirəm. İmkanın yoxsa kəsmə. Sadəcə istəyirəm da. 10 gün sonra pulum olacaq məsələn. Birindən alıram. Onu da borc verəndə bir problem yoxdur. İstəyirəm kəsim. Bu şəkildə olar? Olar, niyə olmur ki? Mənim yerimə başqası qurban kəsə bilər? Kəsə bilər. Məsələn, siz vəkalət verərsiniz ki, məsələn, Allahın üzərimə vacib olan qurbanın kəsilməsi üçün Əhməd vəkil təyin etdim. Əhməd aldım, qəbul etdim deyib sizin adınızdan kəsə bilər. Bəli. Qurbanın pulunu kasıba versəm olar? Yəni qurban kəsməyim, o 500 manatı 10 nəfərə paylayım məsələn. O sədaqə kimi olacaq, amma üzərində vacib olan əməl üzərindən düşmüş olmaz. Yəni o başqa, bu başqa. O sədaqə olacaq, amma bu da sənin üzərindən düşməyəcək. Qurban əti kimlərə verilə bilər? Qurban əti özünüzə də ayıracaqsınız, yoxsul qohumlara da ayıracaqsınız, bir də yoxsul qohum əqrabadan kənarda qonum-qonşuya ayıracaqsınız. Bir ailədə bir nəfər qurban kəssə, bütün ailəyə bəs eləyir bu? Əgər gəlirlər ayrı-ayrıdırsa, ayrı-ayrı kəsilməsi lazım. Amma gəlirlər bir yerdəndirsə, bir dənə qurban kifayət edər. Peyğəmbərimiz Əleyhissalatu vesselamın belə bir hədisi var ki, qurban günü Adəm evladı Allaha qurban kəsməkdən daha gözəl bir əməl işləmiş olmaz. Və başqa bir hədisdə də var ki, imkanı olan qurbanı kəsməyən